Qubalı gənc Türkiyə Respublikasının İstanbul şəhərində intihar edib. Bu barədə Bilgi TV Şimal News'a istinadən xəbər verir. Əslən Quba rayonunun Bağbanlı kəndindən olan 29 yaşlı Xanbaba Dadaşlı Novruzoğlu özünü 8-ci mərtəbədə ataraq həyatına son qoyub. Özünə intihar etməmişdən öncə sosial şəbəkələrində video paylaşıb. Hamımızın axşam xeyirli olsun. Bugün intihar edirəm. Buna borclu səbəb özüməm. Əlavə adamlarda problem axtarmıram. Səhv eləmədiyim adamlar var. Adlar kəsinliklə adlar istifadə eləməyəcəm. Ailəmdən üzr istəyirəm. Məni sevən dostlarımdan üzr istəyirəm. Yaxşı ki siz tanımışam. Yaxşı ki varsınız. Bəzi yerlərə gəldim öz əməyimlə, öz səyimlə gəldim bəzi yerlərə. Amma artıq bundan sonra Hazırda mərhumun nəşi Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Qeyd edək ki, Xanbaba Dadaşlı bir müddət əvvələdək Qubada fəaliyyət göstərən Şahdağ klubunun prezidenti olub. Yaxınlarının bildirdiyinə görə onun xeyli miqdarda borcu var imiş. Bu səbəbdən ölkəni tərk edərək İstanbulda yaşayıb. Mərhum subay idi. Faktla bağlı araşdırma aparılır. Sevindili Akifoğlu, Bilgi TV üçün.